Adı güman edirəm ki, ehtimallardır. bəli ehtimaldan güman edirəm ki, o görüşdə münasibətlərin düzəlməsi üçün Bəli. cənab prezident Putinə deyib ki, Azərbaycanın əlini çək. Yəni öz agentura şəbəkəni geri çək. Azərbaycan imkan verir ki, o agentura şəbəkəsini neytrallaşdırsın, ifşa eləsin. Azərbaycan da bir dost ölçü olaraq Rusiya ilə bu yıldan sonraki münasibətlərə əvvəlki əllərini dost münasibətlərini davam etdirəcək. Ancaq biz müstəqil respublikayıq, müstəqil dövlətik. Ona görə də siz də müstəqil dövlətsiniz. Bizim özümüzün strategiyamız var, xəttimiz var. Buna xələl gətirənləri içərisində sizə xidmət edənlər də var. Bizi başa düşün. Məsələn. O da deyir, biz sizi başa düşdük. Da bundan artıq müzakirə gedə bilməz. İki dövlət başçısı arasında. Və bundan sonra Adnan məsələsi də, Razım Ehtiyevs də bu bir gün işi deyil. Bu cür insanlar. Mən Əlfəz Yelçin bir xırıza bir epizoddan çıxdım. İstintaq günə çağırılanda məni çox sıxdılar. Rəhmətliyim, əleyhinə işini demədim. Bir Cənub Azərbaycan məsələsini özümüzlə razılaşmışdıq, onu dilə gətirdim. Orada müstəntiq mənə dedi ki, İstintaq İdarəsinin rəisi Səlimzə də yaxınlaşdı. Dedi, elə bilirsiniz ki, sizin haqqınızda bizim məlumatımız yoxdur. Başa düşün ki, sizin kimi insanlar haqqında biz dosyaları yığıb rəflərə qoyuruq. Lazım gələndə o rəflərdən götürüb cəmiyyətə, dövlətə təqdim edirik. İndi Ramiz Mehdiyev kimi adamlar fərq yoxdur. Xüsusi xidmət orqanları tərəfindən dosyalar hazırlanır, xüsusi rəflərdə qoyulur, ağılda kilitlənir. Lazım gələndə o seyflər açılır, dosyalar cəmiyyətə buraxılır və onun haqqında cinayət işi açılır və lazımı addımlar atılır. Ona görə də Ramiz Mehdiyevin, Ədnanın bu hərəkətləri, bu davranışları təbii ki, xüsusi xidmət orqanlarına bəlli idi. Buna mənim qətiyyən şübhəm yoxdur. Və zamanında, vaxtında indi bu məsələ açılıb, cəmiyyətə təqdim olundu və heç bir təqsirdə verilmədən istintaqa təqdim olunan maddələr də bir-bir adları çəkildi, göstərildi. Bu çox ciddi məsələdir. Sevinç xanım, bu ciddi məsələdə təsadüf və öz fəaliyyət ola bilməz.